Bugün Allah sənə ümidli bir gələcək vermək istəyir və ona görə də sənə səslənib səni öz fikirlərindən azad etmək istəyir və deyir: Sənin yolların mənim yollarım deyil, sənin fikirlərin mənim fikirlərim deyil. Göylər yer üzündən nə qədər yüksəkdədirsə, mənim yollarım da sənin yollarından, mənim fikirlərim də sənin fikirlərindən o qədər yüksəkdədir. Bəs nə edə bilərsən? Dinlə, bu dövrə uyğunlaşma. Əksinə, düşüncələrinin dəyişilməsi ilə yenilən ki, mənim yaxşı və razı salan kamil iradəmi ayırt edəsən deyir Rəbb. Çünki düşüncəsi yenilənən hər insan zamanla Rəbbin qanunundan zövq almağa başlayır. Gecə-gündüz onu dərindən düşünür. Onun həyatı axarsular kənarında əkilmiş ağac kimi çiçəklənir, vaxtında bəhrə verir. Yarpağı solmur, etdiyi hər işdə uğur qazanır. Bəs belə insan üçün hər zamanmı yaşıl işıq olur? Əlbəttə ki, xeyr. Çünki qırmızı işıqlar və yaşıl işıqlar hər zaman bir-birini izləyir. Necə ki, yaxşı sürücü qırmızı işıqda dayanmağı, yaşıl işıqda isə hərəkət etməyi bilir. Eləcə də hikmətli insanın həyatı bax beləcə ahənglə keçir. Öz yolundan çıxmır, sürəti aşmır və sükanı nəfsinə vermir. Buna görə də gözlənilməz qəzalarda belə onun həyatı zərər görmür. Çünki sükan hər zaman Rəbbin əlində olur. Unutma, yazılıb, sənin haqqında fikirlərimi özüm bilirəm. Sənin salamatlığını istəyirəm ki, sənə ümidli bir gələcək verim. Ona görə də əziz dostum, bugün diqqət elə, düşüncələrinin sükanı kimin əlindədir? Çünki gələcəyin sükanı tutan şəxsdən asılıdır.